tərəfindən bütün müsəlmanlara inayət etsin. Allah Taala hamının ibadətini, dualarını dərəcəyi qəbul etirsin. İnşallah. Bugün dünyada baxırıq, texnologiya inkişaf eləyir, sürətlə inkişaf edir və bugün texnologiya inkişaf elədiyi təqdirdə insanın maddi rifahı yüksəlir, rahatlaşır, asanlaşır. Amma mənəvi dəyərlər kölgədə qalır. Mənəvi dəyərlər unudulur. Xarici ölkələrin birində idi, bir nəfər kitab yazmışdı. Dedi, düzdür, dünyada hər bir şey inkişaf eləyir. Amma unutmayaq ki, mənəvi dəyərlər də var. Əgər onlar unudulsa, riayət olunmasa, insanlıq aradan gedər. O cümlədən İslam dininin təlim etdiyi, İslam dininin öyrətdiyi və bütün səmavi dinlər də elə bunun üçün gəlib ki, insani keyfiyyətlər yaşasın. Dinin özü elə bunun üçündür. Din bunun üçündür ki, insanlar mənəvi dəyərləri qoruyub saxlasınlar. Hansı ki, baxsaq, bir sıra adətlərdir bizim elimizdə, obamızda. Görürük ki, şəriətimizdə, dinimizdə də tövsiyə olunan əməllərdir. Bu həmin mənəvi dəyərlər üst-üstə düşür. Bu səbəbdən insanların dinin hökmlərinə düzgün şəkildə riayət etməsi səbəb olur ki, mənəviyyatın qorunmasına, mənəviyyatın yaşamasına. Məsələn, qeyd eləmək istəyirəm ki, tarixdə diqqət etsək, görərik ki, Quran-ı Kərimdə də misallar onu göstərir və Quranda olmayan misallarda da görürük ki, hansı cəmiyyətlər aradan gedibsə, o cəmiyyətdə mənəviyyat olmayıb. Və yaxud hansı xalqlar məhv olubsa, tamamilə tarixdən silinibsə, səbəb onların mənəviyyata malik olmamasıdır. Yaxud düzgün şəkildə riayət etməməsidir. Hər halda bizim bu zamanda üzərimizdə düşən bir vəzifə var. Vəzifə ondan ibarətdir ki, olduğumuz mühitdə, yaşadığımız cəmiyyətdə insanlara mənəvi dəyərləri riayət etməyi, bilməyənlərə öyrətmək, unudanlara xatırlatmaq, belə bir vəzifəmiz də var bizim. Dini hökmlərə riayət etmək dediyimiz zaman Allah Taala'nın buyurduğu halallardan istifadə etmək, haramlardan çəkinməkdir. İnsanın mənəviyyatına təsir göstərən mühüm amillərdən biri hesab olunur. Mühüm amillərdən biri hesab olunur, halaldan istifadə edib haramdan çəkinmək. Əgər dinin ən asan tərifini desək, ən asan tərifi budur, halaldan istifadə edib haramdan çəkinmək. Əgər təqvanın asan tərifini desək, təqva nədir? Halaldan istifadə edib haramdan çəkinmək. Təqvanın ən asan tərifi budur. Təqvalı olmağın ən asan tərifi budur. Mövzumuz bizim ruzi barəsində idi. Allah Taala'nın Raziq ismi barəsində danışırdıq, Ər-Rəzzaq ismi barəsində danışırdıq. Keçən cümə günündə elədiyimiz söhbət bununla bağlı idi ki, Allah Taala ruzilərimizdə haqlar qərar verib ki, həmin o haqları gərək sahibinə qaytaraq. Əgər qaytarmasaq, hesab kitab olunacaq, sual olunacaq. Bu keçən söhbətimizin mövzusu idi və bir şeyi bilməyimiz vacibdir, lazımdır ki, haram ruzidən hesab olunmur.
ruzidən hesab olunan halaldır. Haram ruzidən hesab olunmur. Haram ruzi deyilən bir şey yoxdur. Haram ruzi yoxdur. Ruzi halaldır. Quran-ı Kərimdə Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. Yə eyyuhəl-ləzīnə əmənu. Ey iman getirənlər. Kulu min tayyibəti mə rəzəqnakum. Yeyin paklardan. Mə rəzəqnakum. Onları ki, biz sizə ruzi vermişik. Demək, Allah Teala'nın verdiyi ruzilər pakdır və halaldır. Vəşkuru lillah. Allaha təşəkkür edin. Allaha şükr edin. İn kuntum iyyəhu təbudun. Əgər siz yalnız Allaha bəndəçilik edirsinizsə, ibadət edirsinizsə, Allah Teala'nın verdiyi halallardan, halal ruzidən istifadə etmək lazımdır. Haramlardan çəkinmək lazımdır. Allah Teala kafirlərin xüsusiyyətindən danışır. Onlar ki, inkar edirlər. İnkar edənlərin xüsusiyyətindən danışır. Maidə surəsində, məsələn, biz bilirik ki, Peyğəmbər həssas adam idi, emosional insan idi, hər hadisədən təsirlənirdi. İnsanlara Allaha tərəf çağırırdı, insanlar ondan qaçırdılar. Xoşbəxtliyə tərəf dəvət edirdi. Quran-ı Kərimdə Allah Teala buyurur ki, Peyğəmbər kədərlənməginə o kəslər barəsində ki, yusari'unə fil kufr, küfrə tərəf tələsirlər, küfrə tərəf qaçırlar. Onların xüsusiyyətindir, onlarda xüsusiyyət nə idi? Ki, insanı məhvə aparır. Səmma'unə lil-kəzb. Onlar yalana qulaq asırdılar. Bilir yalandır. Aleykümselam. Bilir yalandır. Amma qulaq asır yalana. Səmma'unə lil-kəzibi. Yalana qulaq asırdılar. Əkkəlunə lis-suht. Haram da yeyirdilər. Baxsaq, deyərik ki, bu insanın cisminə təsir edir də, haram yeyir, laf tutalım, qidadan gedir söhbət. Qidadan gedir söhbət. Deyərik, cisminə təsir edir də, deyir, yox, ruhu da təsir edir. Çünki cisimlə ruh bir-biri ilə əlaqəlidir. Cisimlə ruh bir-biri ilə əlaqəlidir. Məsəl üçün, necür? Adam təmizdir, yuyunub. Amma namaz qılmaq üçün dəstəmaz almaq lazımdır. Demək, dəstəmaz bizim mənəviyyata aid olan hissəmizdir. Mənəviyyat, yəni insanın cismi ilə ruhu bir-biri ilə əlaqəlidir. Bəzən ruhun qidalanması üçün cisim təsir göstərir, bəzən yox, həmişə təsir göstərir. Ruhun qidalanması üçün cisim təsir göstərir. Və o cümlədən Allah Teala buyurur ki, əkkəlunə lis-suht, haram yeyirdilər. Aleykümselam. Başqa bir ayədə Allah Teala çəkindirir insanları. Deyir, yeməyin. Yeməyindən məqsəd bu cür yeməkdən gelmir. Yəni, sənə aid olmayan şeyi özünə mənimsəməginə, sənə aid olmayanı özünə götürməginə. Yeməyindən məqsəd budur. Yəni, təkcə bu qidadan getmir söhbət. Buyurur ki, وَلَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ. Yeməyin öz mallarınızı öz aranızda batil niyyətlə, batil məqsədlərlə bir-birlərinin haqqını yeməsinlər insanlar, ya haram qidalardan istifadə eləməsinlər. Halalın insana təsiri olduğu kimi, haramın da insana təsiri var. Halalın insana təsiri var. Birinci haramdan başlayaq. Haramın insana nə kimi təsirləri var? Haram insana nə cür təsir göstərir? Haram qida, haram olan şeylər. Birinci təsir budur ki, insanın ruhunu xarab edir. Ruhunu kirləndirir, ruhu çirkləndirir. Məsəl üçün, bizim paltarımız çirk olanda, biz onu sunan paklayırıq. Sunan paklayırıq. Ya cismimiz, bədənimiz çirk olanda, bədənin kirini, bədənin çirkini
toza bulaşır, çirk olur, suyla paklayırıq. Bəs ruhun da kirlənməsi var, ruhunda çirklənməyi var. İbadət edir, adam dua eləyir, duası qəbul olmur. Haram yediyindən. Dua eləyir, dua qəbul olmur. Hələ ibadəti də qəbul olmur. İbadət də qəbul olmur. Peyğəmbər sallavatullahın zamanında bir nəfər gəldi Peyğəmbərin yanına. Dedi ki, Peyğəmbər istəyirəm, duam qəbul olsun. Neyniyim mən? Müəyyən hallarda müəyyən tövsiyələr verib Peyğəmbərimiz, müəyyən göstərişlər verib. Onlardan biri budur. Limən qalə ləhu əhəbbə ən yüstəcabə duayı. Dedi ki, Peyğəmbər istəyirəm ki, duam qəbul olsun. Peyğəmbər buyurdu ki, tahhir məəkulək. Yeməyi pakla yenə. Yeməyi pakla, yəni halal yeginə. İndiki müasir dövrümüzdə halal yemək çox çətin məsələdir. İndi hər üstünə halal yazılana halal bilmək də çətin məsələdir. Bu, insanların vicdanına bağlıdır. İmanı varsa imanına bağlıdır. Vicdanı varsa vicdanına bağlıdır. Öz ticarətlərini həyata keçirmək üçün, mənfəət əldə etmək üçün yazırlar müəyyən məhsulların üstünə halal. Bəzən cəmaat da bilmir, istifadə edir. Deyir, yazılıb da üstündə halaldır. Biz bir söz demirik. Amma bunun fəsadları var. Peyğəmbər buyurdu ki, tahhir məkulək. Yeməyi pakla. Və lə tədxul butunəkəl hərəm. Qarnıva haram şey daxil eləməklə. Qarnıva haram şey daxil etməklə. Yəni, bunlar sənə ibadətə təsir göstərir, duava təsir göstərir. Hamısının təsiri var. İkinci məsələ nədir? Haramın təsirindən danışırıq. Haramın təsiri nədir? İkinci, haramda bərəkət yoxdur. Ola bilər, çoxalır haram, amma bərəkəti yoxdur. Faydalı yerə sərf olunmur. Faydalı yerə sərf olunmur. Çoxalır, amma adam xeyrin görmür. İmam Musa Kazım əleyhissalamın zamanında imam buyurur ki, imamın kəlamı da buyurur, İnnəl hərəmə la yunma. Haram çoxalmır. Haramın artımı olmur. Fə inən nəma, əgər lap artsa da, məsələn, görürsən ki, haram qazancla, haram mənfəətlə, haram ticarətlə kimsə çox mənfəət əldə edir. Varı çoxalır. İmam buyurur, fə innəma, əgər çoxalsa belə, la yubarik ləhu fihi. Onda bərəkət olmur. Bərəkəti yoxdur. Haramın nə kimi mənfi təsirləri var? Zahirən adam baxır, deyirsən ki, çoxdur. Qazanc var, yaxşıdır. Amma deyir, bərəkəti yoxdur. Və ma ənfəqəhu ləhu ləm yucər. Ondan sədəqə verir. Haramdan, qazandığından sədəqə verir. Deyir, əcri yoxdur, mükafatı yoxdur. Əleyküm salam. Savabı yoxdur. Ləm yucər. Haram qazancından sədəqə verir, mükafat verilmir. Öz pulundan eləməmisən ki bunu. Bunun kiminsə haqqını kesmirsən. Bunun kiminsə boğazından kesmirsən. Kiminsə malından verirsən, başqasının pulundan vermək nə vaxtdan savab olsun? Ləm yucər əleyhi. Və ma xəlfəhu kanə zadəhu ilənnar. Əgər özündən sonra da kiməsə qalsa, özündən sonra da kiməsə qalsa, deyir, otdan başqa bir şeyi artırmır. Cəhənnəm əzabından başqa bir şeyi artırmır. Məsələn, İmam Sadiq əleyhissalamın zamanında olur,
bir nəfər gəlir tövbə eləməyə. Bir nəfər gəlir tövbə eləməyə. Məsələn, biz deyirik tövbənin ən əsası budur ki, sadə halı budur ki, adam dedi ki, mən tövbə eləyirəm, peşman olmuşam. Və bu adamın da tövbəsi qəbul olur. Çünki Allah Taala yuhibbu təvvabin. Allah tövbə edənləri sevir. Onlar ki, Allaha tərəf gəlirlər, Allah onları çox istəyir. Elə gəlməyənləri də istəyir, amma gələnləri daha çox istəyir. Yuhibbu təvvabin. Əbu Həmzə Somali deyir ki, bir nəfər var idi. Dedi mənə ki, mənə apararsan imamın yanına, mən tövbə eləmək istəyirəm. Apardım onu İmam Sadiq əleyhissalamın yanına. Dedim İmam Sadiqə ki, bu adam tövbə eləməyə gəlib. İmam buyurdu ki, Allah qəbul eləsin. Nə işlə məşğul olmuşsan? Bana dedi. Dedi ki, Əməvilərin sarayında katib idim. Əməvilərin, Yezidin, Muaviyyənin sarayında katib olmuşam. Dedi, yəni onlar bu qanunlar çıxartırdı imamını ölməyinə, yaxud şəhidlərin ölməyinə. Sən onlara yazırdın, hazırlayırdın. Dedi, bəli, mən yazırdım onları. Mən yazıb hazırlayırdım, o da möhür vururdu. İmam sual verdi ki, qazandığın nə vardı, elə oradan qazanmışsan? Dedi, bəli, hələ nə var, oradan, onların verdiyi ilə qazanmışam. İmam dedi ki, istəyirsən tövbən qəbul olsun? Dedi, bəli. Dedi ki, nə qazanmışsan, payla ginan hamısını. Heç nə saxlama ginan özündə. Demir, savabı var, verdiyin ya yox. Deyir, saxlama özündə heç nə. Nə ki, onlardan qazanmışsan, hamısını payla geçsin. Əbu Həmzə Somali, eşitmişsiniz, duası var Əbu Həmzə Somalinin duası. Ramazan ayında oxunur, ən uzun dualardan biridir. Əbu Həmzə Somali duası. İmam Zeynul Abidin öyrədir. Neçə dənə imamın dövründə yaşayıb o. Əbu Həmzə deyir, getdim onların qapısına, döydüm. Dedi ki, ey Əbu Həmzə, açma qapını. Dedi, nə üçün? Dedi, heç nəyim yoxdur. Əleykümselam. Paltarlarımı da vermişəm. Heç nəyim yoxdur. Əbu Həmzə Somali deyir, tez keçdim evdən paltar getirdim bunun üçün ki, gəl bu paltarları giyin. Üstündən vaxt keçdi, zaman keçdi. Bu adam xəstələndi. Ölüm yatağında olanda Əbu Həmzə Somali deyir, getdim yanına. Son nəfəsləri idi. Son nəfəsləri idi onun. Dedi, ey Əbu Həmzə, İmam Sadiqə deyərsən ki, tövbəm qəbul olub. Görürəm, tövbəm qəbul olub. Deyir, Əbu Həmzə deyir ki, mən həccə getmək üçün Mədinədən də keçdim Peyğəmbər sallavatullahı ziyarət eləməyə. Oradan da İmam Sadiq əleyhissalamın evinə keçdim. İmam Sadiq əleyhissalama hazırlaşırdım deməyə ki, İmam, o həmin adam ki, getirmişdim ki, tövbə eləməyə. Son nəfəsində bu sözləri dedi ki, imama deyərsən, tövbəm qəbul olmağını görürəm mən. Elə ki, hazırlaşırdım imama deməyə, imam mənə özü cavab verdi. Dedi, ey Əbu Həmzə, siz bizim dediklərimizə əməl edin, bizim sözümüzün haqq olmasını görəcəksiniz. Siz bizim dediklərimizə əməl edin, bizim sözümüzün haqq olmasını görəcəksiniz. Yəni, söhbət bundan gedir ki, adam haram qazancla əldə etdiyi şeyləri gərək uzaqlaşdırsın. Daha sonra bərəkət yoxdur onlarda. Üçüncü məsələ nədir? Haramın təsirindən danışırıq. Haram nə cür təsir göstərir? Haram təsir göstərir insanın övladına və ondan sonra gələn nəslinə təsir göstərir. Haram təsir göstərir. İmam Sadiq əleyhissalam buyurur ki, kəsbul haram, haram qazanc əldə eləmək, yəbinu fi zürriyyəti, insan zürriyyəsində təsirini göstərir. İnsanın nəslində təsirini göstərir. Haram qazanc. Daha sonra haram nə kimi təsir göstərir?
Haram insanın aramlığını aradan aparır. Narahatdır adam. Heç bir hadisə baş verməyib, amma narahatdır. Heç nə yoxdur. Sakitçilikdir. Amma bu qədər haram qazanıb ki, narahatdır. Onun narahatlığı getirən içərisindəki vicdanıdır. Biz vicdan barəsində danışmışdıq da, içəridəki vicdan ki, qalıb biraz, onu mühakimə edir. İçəridə məhkəmə gedir. Baxırıq, sakitçilikdir, heç nə yoxdur. Amma bu içəridə bunu rahat qoymur vicdanı. Çünki biraz qalıb, içəridə məhkəmə aparır ki, sən ki, bunları eləyirsən, bu düzgün deyil. Peyğəmbər sallallahu buyurur ki, hər kəs haram yolla mal dövlət əldə eləsə, sərvət əldə eləsə, mən əsabə malən min məhavişə, əzhəbəhullahu fi nəhabirə. Allah Teala ağır hadisələrlə onu aradan aparır. Ağır hadisələrlə onu aradan aparır. Mən demirəm, danışmıram, bu günləri kifayət qədər misal var. Bir dənə gözümüzü açıb baxsaq, kifayət qədər misallar var. Kim yığır haramla, sonra olan hamısını əllərindən alırlar. Cəmaatın haqqıdır axı. Sənə vermişdilər bunu, cəmaatı çatdırasan. Sən də elə bilmirsən ki, bu sənindir. Yığmısan, cəm eləmirsən, sonda da gəldilər, hamısını aldılar sənin əlindən. Nə qədər misallarını görürük bugün həyatda. Ehtiyac yoxdur, var ehtiyac, adını çəkək ki, kimlərdir bunlar? Ehtiyac yoxdur, bunların adını çəkməyə. Haram yığırlar, hamısını gəlib aparırlar. Neyini yeyək bəs, necə eləyək? Əsas budur ki, qazancımızı halal eləyək, evimizə halal ruzu aparaq, az olsun, halal olsun. Bərəkətlidir, faydası var. Peyğəmbər sözü ilə sözümüzü tamamlayaq. Həzrət buyurur ki, la yəqdiru rəculun əla həramin thumma yəd'uhu. Adamın imkanı var, haramı getirə bilər. Aleykümselam. Haramı getirə bilər, amma getirmir. La yəqdiru rəculun əla həramin thumma yəd'uhu. Buraxır onu, götürmür haramı. Yəd'uhu leysə bihi illə məxafətəllah. Allah qorxusu var bu adamın qəlbində. Allah qorxusu imkan vermir onu getirməyə. Məsələn, əqil gəlir İmam Əli əleyhissalamı deyir ki, Əli, Beytulmal sənin əlindədir, sən xəlifəsən, şahsan, Beytulmal sənin əlindədir. Ver də mənə oradan pul. İmam Əli əleyhissalam getirir, dəmiri isidir, qızdırır, tutur Əqilə tərəf. Əqil deyir, Əli, məni yandırmaq istəyirsən? İmam Əli deyir, sən məni yandırmaq istəyirsən. Nə olsun ki, mənim əlimdədir? Amma bu sənin haqqın deyil, mən sənə bunu necə verə bilərəm? İmam Əlinin ədalətidir də. Bacısı gəlir, cəmaata pul verir Beytulmaldan. Bacısından növbədə qabaqda bir nəfər var, İmam Əlinin bacısından qabaq. Görür ki, ona da o pulu verirlər, İmam Əlinin bacısına da eyni pulu verirlər. Pulu verənə deyir ki, mən Əlinin bacısıyam. Dedi, Əli burada bir istisna qoymayıb ki, mənim ailəm üzvlərinə daha çox pul verərsiniz. Dedi, mən Bəni Haşimdənəm, mən Qureyşdənəm, mən Məkkədənəm. Bizimlə bu insanlar arasında fərq olmalıdır. Dedi, Əli fərq qoymayıb, hamısı eynidir, hamısı bərabərdir. Əgər adamın qəlbində Allah qorxusu olsa, adam harama tərəf əl uzatmaz. Haramı aparmaz, getirməz. İlla məxafətəllah, Allah qorxusu var. Allah qorxusundan bunu eləmir. Deyir, illa əbdələhullahu fi acili dünya qəbləl axirə. Deyir, Allah Teala axirətdən əvvəl elə buna dünyada təcili onun əvəzini verir. Haram eləyə bilərdi, haram götürə bilərdi, haram qazana bilərdi, çəkindi, dedi, ilahi sənə xatir,
Allah qorxusundan eləmirəm bu işi. Allah Taala halal yolla ondan daha xeyirlisini ona verir dünyada. Ma huve xeyrun lehu min zalik. Ondan daha xeyirlisini verir. Bax, bu həmin haramın fəsadları barəsində idi. Hansı ki, bir dənə söz var. Mən təxmin edirəm bu sözü ki, İmam Əli əleyhissalamdan oxumuşam. Çoxdan oxumuşam bu sözü. İmam Əli əleyhissalamın bir sözü var. Həzrət buyurur ki, əgər evə haram pul gəlsə, fərqi yoxdur, qumardan gəlib, faizdən gəlib, başqasının haqqından gəlib, hər nə yolla gəlib evə daxil olubsa bu haram pul, halal da aparıb gedəcək. Haramda bir dənə xüsusiyyət var. Halal ki evə daxil oldu, haram ki evə daxil oldu, halal da aparır gedir. Ona görə Allah Taala'dan duamız budur ki, inşallah Allah Taala ruzumuzu halal eləsin, Allah Taala halaldan bizə o qədər nəsib eləsin ki, harama tərəf baxmayaq. Allah Taala bizlərə o qədər halal ruzi nəsib eləsin ki, halal yollara sərf eləyək. Allah Taala inşallah aqibətimizi xeyirli eləsin. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbin-nas, malikin-nas, ilahin-nas, min şerril vesvasil xannas. الذي